Salam dostlar, mən Süleymanzadə Əhməd. Kanalıma xoş gəlmişsiniz. Bugün Drive Show-nun part 5-nə hazırlaşırıq. Çalışacağım ki, hazırlıq prosesində baş verən hər şeyi sizə göstərim. Drift tədbirində startda qranatın biri qırıldı. Bu qədər qranat içindən nəhayət bir dənəsini düz qoş elədik. İndi taxacağıq üstünə. Belə bir spreydə vururuq ki, gəndə qranat çıxardanda rahat çıxartmaq olsun. They wanna bury me, I'm worried. I'm losing my mind. Look down the barrel of my nine and my vision's blurry. Falling to pieces, am I guilty? I pray to the Lord, but He ignores me. Unfortunately, cause I'm guilty. Show me a miracle, I'm hopeless. I'm choking off marijuana smoke with every token. It's like I'm losing focus. Falling asleep while I'm in service. When will I die? Əlini belinə, ayağını da belə qoymayanda podium yaxşı qalxmır. Forever paranoid and nervous because I'm high. Don't mention funerals, I'm stressing and going nutty. And reminisce about the niggas that murdered my buddy. I wonder when will I be happy? Ain't nothing funny. Flashbacks of busting caps, anything for money. Where am I going? I discovered. Can't nothing save her. My next door neighbors having convo with undercovers. Put a surprise in the mailbox. Hope she get it. Happy birthday, bitch. You know you should've did it. Everybody's dying in my necks. Who can I trust? Will they be G's and then look at me before they bust? Or will they kill me while I'm sleeping? Shoot to the head while I'm in bed, leaking blood on my satin bed. Is there heaven for a baller? Getting suspicious of the speech, the line's busy every time I call her. Nancy telling me to visit. Who else is home? I checked the house before I bone, so we all alone. After another hit the Nəhayət budur, təkərlərimiz artıq cüt fırlanmaya başladı. Bu qalmışdı. Somebody help me. I drank a fifth of Hennessy. I don't think it's healthy. I see my enemies, they creeping. Don't make me blast. I watch the 5-0s roll and motherfuckers pass by me like they know me. Smiling as they laugh. I put up my middle finger, then I dash. Niggas don't like me cause I'm thuggin'. And every day I'm a hustler, looking to get paid. They wanna bury me and worry, no need to lie. I pray to God I don't scream when it's time to fry. Nowhere to rest, I'm losing homies. Ain't that a bitch? When I was rich I had clout, now a nigga's lonely. I put the pistol to my head and say a prayer. I see visions of me dead, Lord are you there? They tell me am I lost cause I'm lonely. I thought I had friends but in the end a nigga dies lonely. Nowhere to run, I'm in terror and no one cares. A closed casket at my funeral when no Maşının bagajını çıxartdıq. Təqribi 15-18 kilo aralığındadır. Bu ferdə çıxardandan sonra arxalığın kəsmə mərhələsinə keçəcəyik. Maşın hal-hazırda belə görsənir. Bu ferdə çıxartdıq, sıra kəsmə işidir. Geciktin müəllim. Nəhayət ki, illərdən sonra onun zamını tutardı. Qəşəng, xeyirli. Yaxşı ilə. Arxalıq var, çatdıq, müsəssəsə, çelidir, çürük yoxdur, qarmanlar yerindədir. Hələ kim deyilsin, kampak yığan var. Gördünüz göstərir. 18 kilo 49. 19 kilo. 19 kilo. Qəşəng.
Bunun elə drift qaralası vaxtıymış ha. İstəyirəm maşınımdan vəziyyətini göstərim. Arxalığı qoyduq, fenderimizi qoyduq. İndi bir-iki dənə işi qalıb. Arxaya pasatka vermək, sonra qabaq bufer qoymaq, bir də maşın vinlənəcək. Всё. Bu da buferimiz. Bunun arxası çox hündür olduğuna görə kayda qoyduq, aşağı buraxdıq. Vinilləndi. Bu dəqiqə çox qəşəng görsənir. Buferimizi də qoyduq. Hal-hazırda çox az işlər qalıb. Bir güzgü, 2 vaxt olsa angel yığacağıq və başqa bir şey qalmadı. İstəyirəm bu videomu burada yekunlaşdırım. Əlimdən gəldiyi qədər hazırlaşma prosesində olan hər şeyi sizə göstərməyə çalışdım. Növbəti videoda bolt üstü və drift olacaq. Odur ki, izləməli qalın.